Quba və Şabran rayonlarında meşə ətrafı kəndlərin sakinləri təşviş içindədir. Ayıların yaşayış məntəqələrinə tez-tez hücum etməsi kənd təsərrüfatını və həyətyanı sahələrə ciddi ziyan vurub. Heyvanlar hətta bəzi evlərə də yaxınlaşır. Sakinlər daha çox uşaqların təhlükəsizliyindən narahatdır. Onlar aidiyyatı orqanlardan kömək istəyir. Şabran və Quba rayonlarında meşə ətrafı ərazilərdə yaşayan sakinlər narahatdır. Ayılar kəndlərə və həyətyanı sahələrə yaxınlaşaraq təsərrüfatlara ziyan vurur. Vəhşi heyvanlar fındıq və meyvə ağaclarını sındırır, məhsulu məhv edir, bəzi hallarda isə malqarıya da hücum edir. Zərər çəkənlərdən biri Quba rayonunun Küpçal kənd sakini Namiz Yarəliyevdir. O həyətində ayı ilə üz-üzə qaldığını deyir. Ayılar bizim təsərrüfatımızda, fındıq ağaclarımızdadır, meyvə ağaclarımızdadır, hamısını qırıb dağıtır. Heyvanlarımızı onların qorxusundan gündüzdür, gecədə açıb heyətə bağlaya bilmirik. 5-6 gün bundan qabaq gecə saat 5-in yarısı idi buraya gəlmişdi, heyətə gəlmişdi. Bir anadır, 2 dənə də bala. Fındıq ağacın əyib, yıxıb, qırıb dibindən fındıqları yiyir. Nə qədər zərər dəyibsiniz? Bu 2-3 min arasında zərər dəyib. 10 gün bundan qabaq heyətimə kimi gəlib, arası bu pəncərəyə kimi gəlib. Uşaqla onun arasında 10 metr məsafə güclə, yəni məsafə var. Sonra biz qışqırıqla ayını qovduq, qonşu kənddən malları da çeyləyib, parçalayıb. Uşaqları qorxudan çölə buraxa bilmir. Ayı gəlib fındıqları, paxla şaxlarını qırıb tükür, fındıqları qırıb tüküb yeyir. Hər yeri dağıltıb tükür də. Biri dəqiqlə 3-4 dənə ayıdır. Sakinlərin sözlərinə görə son günlər Küpçal kəndi ilə yanaşı Qələdüz və Üçgün kəndlərində də ayılar təsərrüfatlara hücum edib. Sakinlər problemin qarşısının alınması üçün aidiyyatı qurumların tədbir görməsini istəyirlər. Bəs ayıların yaşayış məntəqələrinə yaxınlaşmasının səbəbi nədir və belə hallarda vətəndaşlar necə davranmalıdır? Bu cür halların baş verməsinin əsas səbəblərindən biri yaşayış evlərinin və həyətyanı sahələrin meşə və dağlıq ərazilərə yaxın yerləşməsidir. Kəndlərin meşə ilə sərhəd ərazilərdə yerləşməsi ayıların yaşayış məntəqələrinə yaxınlaşmasına səbəb olur. Vətəndaşlara tövsiyə edirik ki, meşə ətrafı ərazilərdə daha diqqətli olsunlar, malqaranı nəzarətsiz buraxmasınlar. Belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyatı qurumlara məlumat versinlər. Qeyd edək ki, ayılar Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilən nadir və qorunan heyvan növü olduğundan ovuna icazə verilmir. Onların yalnız xüsusi səs-gücləndirici vasitələrlə yaşayış məntəqələrindən uzaqlaşdırılması tövsiyə edilir. Cəfər Talib, Sənan Bəhrəmli, ATV Xəbər, Quba.